Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Zaqatalada bədbəxt hadisə baş verib. Məlumata görə, dünən saat 13 saatlərində Zaqatala rayonu Mamırıq kənd sakini 44 yaşlı İslam Davudov yaşadığı kənddə şabalı yığarkən ağacdan yıxılıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb. Allah rəhmət eləsin, ailəsinə, əzizlərinə səbir diləyirik. Sosial şəbəkədə əldə etdiyi uğurla tanınan, hazırda Türkiyədə fəaliyyət göstərən sevilən müğənni Nahidə Babaşlı dünən axşam saatlarında səhhətində yaranan problemə bağlı xəstəxanaya yerləşdirilib. Xəbər verilir ki, müğənni zəhərlənmə diaqnozu ilə həkim nəzarətinə alınıb. Nahidə Babaşlının zəhərlənməyə nə səbəbdən məruz qaldığı açıqlanmayıb. Lakin məlumata görə müğənni bir həftə ərzində ikinci dəfə zəhərlənərək xəstəxanalık olub. Allah şəfa versin.